Xanəndə Günay Mütəllimova efirdə şəxsi həyatı ilə bağlı səmimi açıqlamalar verib. Publika AS xəbər verir ki, sənətçi oğlu Ramalın böyümə prosesində qarşılaşdığı çətinliklərdən danışaraq həyatının ən ağır dönəmlərini bölüşüb. Mütəllimova bildirib ki, ayrılıqdan sonra bir müddət oğlu ilə tək qalıb. Daha sonra universitetə qəbul olduğunu və təhsilini davam etdirmək üçün övladına anasının baxdığını deyib. Müğənninin sözlərinə görə anası 2 il nəvəsinə qayğı göstərsə də sonradan ağır yataq xəstəliyinə tutulub və bundan sonra onun həyatında çətin günlər başlayıb. Xanəndə həmin dönəmdə oğlunun ata tərəfdən nənəsindən dəstək istədiyini açıqlayıb. Məqsədim övladımı sağlam düşüncəli böyütmək idi. Onun yaxşı təhsil almasını, sağlam mühitdə yetişməsini istəyərdim. Xanəndə vurğulayıb. Günay Mütəllimova şəxsi münasibətlərini də övladına görə arxa plana keçirdiyini etiraf edib. O bildirib ki, oğlunun naminə qarşı tərəflə dost münasibəti saxlamağa üstünlük verib və buna görə peşman deyil. Sənətçi həmçinin hər iki nənəyə təşəkkür edərək onların dəstəyi sayəsində oğlunu böyütdüyünü vurğulayıb. Artıq Ramalın 13 yaşı var. Böyük oğlandır, mənim dostumdur. Həmişə mənə deyir ki, arxandayam. Biz təkcə ana-bala yox, həm də dostluq deyə Xanəndə bildirib.